Siz Washingtondan Amerikanın səsini dinləyirsiniz. İndi İran Azərbaycanına Pəncərə proqramını təqdim edirik. Bugünkü mövzumuz Urmiya gölünün qurulması və bununla əlaqədar parlament qərarına reaksiyalar, bunun nəticəsində baş verən nümayişlər və bununla bağlı başqa hadisələr və reaksiyalardır. Bunu da xatırladım ki, İnsafəli Hidayət Amerikan səsinin Torontodakı əməkdaşı müxbiri parlamentdəki müzakirələrin başlamasından indiyə qədər yaxından hadisələri izləyir və mən bununla da sözü İnsafəli bəyə verirəm. Nümayişlər Təbrizdə başlanıb, saat axşambaşı 6-da başlanacaqdır. Biz Təbrizdə iştirak edənlərdən biri Yaşar Sadiqi adı ilə müsahibə aparırıq və onun fikirlərini öyrənirik ki, Təbrizdə indi nələr gedir. Saat 6-da toplantı olmalı idi ki, indi də saat 8:30-dır. Toplantı oldu, çox adam gəlmişdi, 400-500 min nəfər adam var idi. Muntaq çox qardı gətiriblər, qardı çoxdur. Adamları dağıdıblar indi əksərən. Xiyabanlarda həyyə trafikdir. Adamlar oğalıqda hər tərəfin bir tərəfə. Balının hamısına əksərən olar ki, məsələn, əkdi bildilər. Onlara əlamət qoyublar, polis. Hamısına əlamət qoyub rənginə və qaz aşağılar atırdılar, çox bətər. Neçə güllə atdılar. Cəmaat indi qoğalıqda olan bana həyyə də məmurdur. Qardiyanın meydanlarda, çarraqlarda, döt yollarda hər yer yəni məmurdur. Bir dənə əmniyyəti fəza. Hamını yanı qoğalırlar ki, bu bazarın o şuluq məntəqələri boşalsın. Hardan hara toplanmışdılar? Yəni bu xalq ki, deyirsiniz 400-500 min nəfər Təbrizin harasında toplanmışdılar? Başlamış nöqtəsi Rastatsa ağzından Daraya ağzını idi. Muntat cəmaat ki, çox idi. Gəldi bu tərəfdən məsələn bazar tərəfinə, gəldilər buradan çıxdılar bu saat qabağına, Abirəsana tərəf. Bu məntəqələrin hamısı dolu idi yəni. Muntat məmurlar gəlib, indi bu ləhdə saat qabağındakı mən indi istəmzətdə oluram. Böyrə doludur məmurlarla, hətta o adamlar ki, piyadadılar, məmurlar zorla mindirirlər maşınlar, o şəxsi maşınlar ki, boş edirlər, mindirirlər onlara, istəyirlər xəlvət eləsinlər buranı. Trafik də çox bətərdir, maşınlarda yerimağa yol yoxdur, çünki adam çoxdur, maşına da yer yoxdur getsin. Cəmaat da hələ getməyibdir, məsələn, buradan çəkilirlər biraz o tərəfə. Vəli məmur çoxdur, yəni cəmaatı qoymurlar bir yerdə təraküm tapsın. İki tane o qardılar tökülürlər, əsən yəni xəfəlirlər cəmaatı, düzü deyib. Paintballlarla da ki, bu səfər əllərində ki, niyənəzən olmamışdı bunlar əllərində. Hamıya ki, əlamət fırırlar ondan, o özü də birinci dönə olubdu bu iş Təbrizdə. İniyənəzən bu işi eləməmişdilər. Yəni indi polis bir tüfəkdən istifadə edir ki, bu tüfək rəng ya cöhər atır adamların üstünə, bəlli olsunlar ki, bunlar kimdir? Siz olduğunuz yerlərdə, yəni bazar ağzında, Darayı qabağında, ondan sonra Rasta küçədə olduğunuz yerlərdə xalq nə deyirdilər, nə şüar verirdilər? Elə Urmu gölün babətində şüarlar hamısı əksərən Urmu gölündəydi. Urmu gölü dan verir, məclis onun qətlinə fərman verir. Bu sırada şüarlar veriliydi. Orada olan partilərin birinin söz danışanı ilə danışırdım. Deyirdi ki, 1500 dana Tehrandan məmur gətiriblər bugün Təbrizdə. Bu doğru xəbərdir sizdən. Yəni belə bir şey görsəniz. Doğru xəbərdir. Doğru xəbərdir, amma 1500 dana yox, çoxdur, 1500 dana deyil. Mənim ittifaqən indi biraz bundan qabaq bir dənə sərbaz yoldaşım vardı, ondan danışırdım, qardı vicədə olay burada. Təbrizin bir yegan vicəsində xidmət edir, indi mürəxəsidədir. Deyir ki, bizə dünəndən amadə bəş vurublar, Tehrandan qardı vicə gətiriblər. Həman qardı vicələrdir deşikdə. 1500 nəfər də deyirlər, çoxdular. Polislə millət arasında toqquşmaca da olubdur. Hələ hamı polis əsən indi mən öz gözümün qabağında 3-4 dənə xanımı tutmuşdular. 2 dənə məmur paltar, uniform paltarındaydı. 2 dənə də itilat məmurlarındanıdır. Məmur şəxsi libasdaydilər. Apardılar ustanların içinə. Mən Bankı Milli tərəfində gəldim biraz bundan qabaq. Onları soxdular Bankı Milliyin içinə. Onları mən özüm gördüm. Yəni indi hardakı adamları tuturlar, hər hardakı yerləri vardı, peylən soxurlar oraya. Yəni əksərən pasajlar, cüməməsidir, hər yerə məmur qoyublar. Adam tutan da tez soxurlar oralara ki, sonra ara sakitləsin, məsələn, onlar gecə ilə gəlsin, nə yaparsınlar.
Heç tutulanlardan indi bu siz gördüyünüzdən əlavə dostlarınızdadır deyən var idi ki, daha tutulan var idi ya yox? İndi bu ləhzə adları ilə deyəmməyəm. Çünki indi mən özüm telefonlar da o surətdə işləmir burada. Görürsünüz də çox çətindir. Mən təəssüf edirəm. Telefondan yanı gətirəs dolu, SMS-də gedib gəlmir, bağlayıblar bunları. Ona görə indi mən çox yoldaşlarımla ilgidə dəyəm. Sonra məsələn ola biləcəm ki, kimi tutublar, kimi yox. Siz dediniz ki, toqquşmalar vardı. Polis silahdan, güllədən, yoxsa gözdən yaş gətirici qazdan istifadə eləyib ya yox? Göz yaşı gətirən qaz şəvər deyirlər burada. Çox atıbdı onlardan Daray ağzında, Rastat ağzında. Bunlardan çox atıb, saat qabağında da atıbdı. Gülləzət də atıblar. Bəli, bu ki adama dəyib ya dəyməyib, onu dəqiq bilmirəm hələ. Bu nə qədər davam çəkir? Yəni bu etirazın hələ fikirsiz davamı olar ya indi elə xalq oradan qovublar? Fikirliyəm davamı olacaqdı bu işin. Yəni şiddəti çox idi. Yəni o biri xurdat necə biz dedik? Düzdür, biri xurdat kimin olmasaydı da, amma biri xurdatdan bu tərəfə geçə bir hərəkət idi bu. Siz İran Azərbaycanına Pəncərə proqramını dinlədiniz.